Salam, tarixdə bir günə baxırsınız. Bugün sizlərə 2020-ci ilin iyul döyüşlərindən bəhs edəcəyik. İyul döyüşləri, General Polad Həşimovun şəhadəti. 2020-ci ilin iyul ayı, Azərbaycan-Ermənistan sərhəddində Tovuz rayonu istiqamətində atəşkəs pozulur. Heç kim gözləmirdi ki, bir neçə günlük döyüş bütün ölkənin taleyinə təsir edəcək. İyulun 12-sində günorta saatlarında Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərinə artilleriya atəşi açır. Azərbaycan ordusu cavab tədbirləri görür. Düşmənin hücumunun qarşısı alınır. Amma bu sadəcə başlanğıc idi. Döyüşlər iyulun 16-sına qədər davam edəcəkdi. Bu döyüşlərin komandanlarından biri general-mayor Polad Həşimov idi. O, 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Ailəsi tezliklə Sumqayıta köçür, gənc Polad Həşimov Sumqayıtda böyüyür, məktəbi burada bitirir. 1992-ci ildə Qarabağ müharibəsinin ən qızğın çağlarında Polad Həşimov ali hərbi məktəbə daxil olur. Elə həmin illərdə ilk döyüş təcrübəsini qazanır. Sonrakı 25 il davamlı xidmət və davamlı yüksəliş dövrü olacaq. 2016-cı ilin aprel döyüşləri. Bu döyüşlərə komandanlıq edənlərdən biri də Polad Həşimov idi. O, Talış yüksəklikləri uğrunda gedən əməliyyatları idarə edirdi. Bu döyüşlərdə Polad Həşimov yaralanır və vətənə xidmətə görə 2-ci dərəcəli orden alır. 2019-cu ilin iyununda Polad Həşimovun həyatında tarixi hadisə baş verir. Ona general-mayor rütbəsi verilir. 19-cu əsrdən bu yana Polad Həşimov Qəbələ rayonundan general rütbəsi alan ilk hərbiçi olur. Silahdaşları onu Səngər generalı adlandırırdılar. Çünki o, qərargahda oturmaqdansa həmişə ön xəttdə əskərlərinin yanında olmağı üstün tuturdu. İyulun 13-dən 14-ünə keçən gecə döyüşlər xüsusilə şiddətlənir. Elə həmin gecə ön xəttdəki döyüş mövqeyinə düşən artilleriya mərbisi Polad Həşimov və onunla birlikdə olan zabitlərin həyatına son qoyur. Polad Həşimovla bərabər döyüş mövqeyində 3-cü Ordu Korpusunun artilleriya qərargahının rəisi polkovnik İlqar Mirzəyev də var idi. Ümumilikdə həmin gecə döyüş mövqeyində Polad Həşimovla bərabər 6 zabit və bir əskər şəhidlik zirvəsinə ucalır. Polad Həşimov Azərbaycan ordusunun döyüş əməliyyatları zamanı şəhid olan ilk və yeganə generalı olaraq tarixə düşür. Generalın ölüm xəbəri ölkəni ayağa qaldırır. Xəbər yayılan kimi Bakıda mənzərə dəyişir. 10 minlərlə insan şəhidlər xiyabanına axın edir. Bu sadəcə hüzün deyildi. Bu artıq səbrin tükəndiyinin, Qarabağ məsələsinin həllini gözləyən bir millətin ucalan səsi idi. Bir neçə ay sonra, sentyabrın 27-sində 2-ci Qarabağ müharibəsi başlayır. Tarixçilər və müşahidəçilər arasında geniş yayılmış fikirdir ki, iyul döyüşləri və general Polad Həşimovun şəhadəti bu prosesdə mühüm psixoloji və siyasi rol oynayıb. Dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova ölümündən sonra Azərbaycan Respublikasının milli qəhrəmanı adı verilib. Polad Həşimov, bir general, bir gecə və bir ölkənin taleyini dəyişən hadisə. Başda Polad Həşimov olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bizi izləməyi və bəyənməyi unutmayın.